Qızlar, sabahınız xeyir olsun. Necəsiz? Nə var, nə yox, qızlar? Su kəsilib. Dünənləri mən sizə dedim ki, o qazanları boşaltmaq istəmirəm. Nə yaxşı ki, mən o qazanları boşaltmamışam. Su yoxdur, gecədən su yoxdur. 7-də oyanmışdıq da, 7-də oyandıq, gördük, su gəlmir. Belə, nə yaxşı ki, mən onları boşaltmadım. Heç olmasa 2 qazanda biraz da əlimdən tutacaq. Hamamda da suyum var. 2 dənə şeydə 1,19 litr, bir dənə də ki 10 litr saxlamışam. Biabırçılıqdır, biabırçılıq. Neyinirsiniz, necəsiz? İnşallah hər biriniz yaxşı olasınız. Gününüz aydın açılsın. Hər şey ürəyinizcə olsun, qızlar. Beləncə. İndi birazdan mən hazırlaşaram, yeməyimi yiyeyim. Çayın altını yandırmışam, yeməyimi yiyeyim. Qasinyanız davat verim. Görüm ona uyğun bir dənə klok tapıram, salım klokun içərisinə. Sonra gedim. Qızlar, çıxdım. Gedim, Qasinyanı verim, görüm qaytaracaq. Çek də yoxdur, çek də verməyib mənə. Amma qaytarmalıdır da, olmur. Neyiniyim mən onu? Gedək. Hava düzdür. Sakitdir, qəşəngdir. Amma şaxta var. Özü bayramda hiss olunur. Keçən il heç bayram hiss olunmurdu. Bu il yaxşıdır. Demək, qızlar, Türkiyə tekstilə getdim. Yaxşı yoxdur. Var, qiyməti həm də biraz bahadır. Həm də ki, rezini mənim elə bir ki, döşəyimə yaramayacaq da, balaca olacaq. Ən yaxşısı elə bir dənə prastinya tikdirərəm. Bizim yanımızda açılıb. Deməli, bizim yanımızda bir dənə parça yeri açılıb. Oradan girib soruşaram. Görüm neçəyədir. Götürüb elə tikdirərəm, vəssalam. Evdəkini ölçərəm, döşəyin razmerini. Ölçərəm, onu uyğun bir dənəsini tikdirərəm, qəşəng. Rezinsiz, zatsız. Mənə rezin lazım deyil, rezinli. Deməli, Nəzirinin elə bir ki, uşaqlar elə bir ki, öz aralarında o yeni il şey olur, bir-birlərindən hədiyyələşirlər. Kimin adı çıxdı, ona hədiyyə eləyəcək. Bir dənə çaşka götürdüm, yeni ilə aid. Nəzin onu hədiyyə eləyər. Evə gedəndə göstərərəm. Nəzinsə bilmir, nəzinə kim düşüb. Yəni, kim hədiyyə eləyəcək də. İndi bir dənəsini götürdüm. Bir dənə hədiyyə paketi də evdə var. Qoyarıq onun içərisinə. Qızlar, mən gəlmişəm, evdəyəm artıq. Deməli, 2 dənə şor götürdüm, çörək götürdüm, düyü götürdüm. İndi yuyacam onu. İstifadə edirəm, görüm eləyə bilərəm. Bu da ki, şeydir, hədiyyəli stakan. Baxın. Nəzingə, sən də bax da, açmam. Baxdın, necədir, bəyəndin? Bunu siz hardan aldın? Bizim evdən, Həzəslanovdan. Belə bir şeydir. Bunu belə qoysam, bu da belə. Məncə qəşəngdir. Yəni hədiyyəlikdir də. İnansız saat
2-dir. 2 tamamda su hələ yoxdur. Bu biabırçılıq bir şeydir. Dəhşətdir, dəhşət. Bu belə şey olar. Bu belə qoymuş da deyəsən, ha? Bunu da qoyaq bura. Все. Все, bir dənə hədiyyə qabına qoyarıq. Belə. Nə qoymuşam? Qaraları qoymuşam. Qızlar, demək, bunu götürün buradan, bunun üstünə külək qoyulur, belə. Maşını qoşduğum su təzə gəldi. Maşını qoşduğum, maşını qoyub, paltarlayan maşını qoyub yuyulsun. Bu da bir bankadır. Bunu açın, geçən çörəklər də pişirmişəm. Yoxsa hələ istidir, qapağını açıq saxladım. Düyünü də yuyulmuşam, əlavə eləmişəm onun içərisinə. Başlayaq yavaş-yavaş bükməyə. Düyün inansız heç bir şey eləməmişəm, heç nə, sıfır. Bu su bizə bəla oldu. İndi bilməm, yəqin ki, Əhməddə yaşayanlar bilməm, suyumuz gəlir, yoxsa yox. İndi yəqin ki, bu videonun bir üstündən bir 4-5 gün keçəcək, onda baxacaqsınız. İndi baxacam da, görüm. Yarpaqları da hamısını. Yəni, yarpağın açılmağı olmasa, onda tez-tez adam yarpağı bağlayar. Yarpağı, hədə yarpağı şeyi bağlayar. Çok cüzi kaldı. Nə ət qalsa onları top-top eləyərəm. Siz də mənim kimi top-top eləyirsiniz. Belə yumru-yumru küftə kimi. Elə də yeyirlər ki, elə xoşlayırlar ki onu da. Yenə bura bağlayacağım, qoyacağım. Bir şey qalmayıb. Sonra qabları yumaq lazımdır. Günlər heç nə, inansız su olmayanda, yəni heç nə eləmək olmur da. Nə otaqları yığışdıra bilirsən, nə bir şey. Mebellərin üstünü silmək istirdim. Heç nə eləyə bilmədim. Bilməm, siz silə bilirsiniz onu, yoxsa yox. Mən elə eləmirəm. Məsəl üçün, mən götürürəm mebel siləni, məsələn, tökürəm suyun içərisinə, sonra onu dəsmalla sıxıram, sonra mebellərin üstünü silirəm. Belə elənçə eləyirəm, elə mənə daha rahatdır. Bir dəfə də gəlib pronto alım. Məsəl üçün, evdən istəyirsinizsə qəşəng təmizlik qoxusu gəlsin. Təmizlik qoxusu gəlməsini istəyirsinizsə, ancaq pronto qəşəngdir. Mənim xoşum gəlir evdən pronton iyisi gələndə. Duzu da yaxşı, çox eləməmişəm. Duzlu da olanda onu yuyub canından çıxartmaq olmur, yəni yarpağı hopur duzu. Sonradakı elə bil ki, onu pişirəndə
Elə ki, əti normal eləsən belə, dibi bütün duzlu olur. Amma bence yaxşıdır. Sabahları Allah eləyə su kəsilməsin. Yenə də o su şeyi götürmürəm. Siz deyin. O qazanları boşaltmayacağım. O qalsın. Sabahları gedərəm. Mandarin alaram. Mandarin alaram. Qaynanan üçün də, üzüm üçün də. Biraz çoxalım ki, saxlayacağım ki. Mən ümumiyyətcə xoşlayıram ki, bayram günü, yeni ildə süfrədə iminə mandarin olsun. Mən üçün məsəl almadır, ananasdır. Bunlar vacib deyil. Əsas odur ki, süfrədə mandarin olsun. Elə bir çox yeməyi də pişirməyəcəm. İstəmirəm. Çünki həmin gün nəsə çox yemək istəmirsən. Salatlara üstünlük verəcəm. Heç bilmirəm, bəlkə heç aşıq eləmədim. Biraz yekə oldu ya, axırlar. Stoliçlə mütləq lavaş salatı, bir də toyuq ləvəngi istəyirəm, yanında da ki kartofla. Bunları eləmək istəyirəm. Heç şirniyyat da istəmirəm. İndi inşallah yanvardan da ki yenə başlayacağım ciddi arıqlamağa. Elə bir ki, axır vaxtlar çox şirin şey yedim. İnsan elədir də, yeyirsən kökəlirsən, yemirsən arıqlayırsan. Belə qızlar, baxın. Bunu belə elədik, girir bunun içinə. Suyunu çıxarda bilmərəm ama. Bu da ki, elə suyudur. Elə biraz oldu, bəsdir. Valla mən bir də görsən ki, qızlar yazırlar ki, bəs kəf olur da. Yəni mən bu qədər 21 ildir dolma pişirirəm. Mən də incənikin bir dəfədə kəf olmayıb. Görməmişəm kəf olsun. Bunu qoyuruq bişməyə. Qoyduq. İndi də ki qabları yuyum. Qızlar dedim gəlin bir dənə qonaq otağına sizinlə sağollaşım, gedim qaçım tez-tez evləri, qabları yuyum. Çünki bilirsiniz ki bizdə su problemidir. Tez qabları yuyum ki birdən su kəsilər qalaram beləncə. Hər birinizi öpürəm, çox sağ olun. Bu günlər biraz qaça-qaçda oldu, yollarda biraz oldu. İndi tez gedim qabları yuyum. Hər birinizi öpürəm, özünüzə yaxşı baxın, gecəniz xeyrə qalsın. Sağ olun, sağlıqla qalın. Çox sağ olun ki, mənimləsiz. Çox sağ olun ki, məni izlədiniz, dəstəksiz. Sağ olun, hələlik. Hələlik.